Değerli alimlerden olan Ebu Bekir el-Ecurri rahimehullah özünün Eş-Şeri'e adlı kitabında hakkı müdafiye eden bir yaşlı insan hakkında ibretamiz bir hadise nekledir. Bu hadise Abbasi dövründe Kur'an'ın yaradılmış olduğu fikrinin yayılmağa çalışıldığı bir zamanda baş vermiştir. Həmin dövrdə Xəlifə Əl-Vasik idi və sarayında baş qazı olan Əhməd ibn Əbi Duad Mötəzilə fikrini müdafiə edir. Alimləri və insanları Kur'an'ın yaradılmış olduğunu qəbul etməyə çağırırdı. Bir gün xəlifəyə xəbər çatır ki, həbsdə olan yaşlı bir insan bu fikrə qarşı çıxır. Xəlifə əmr edir ki, onu huzuruna gətirsinlər. Yaşlı adam əlləri qandallı halda xəlifənin yanına gətirilir və o xəlifəyə salam verir. Lakin xəlifə əvvəlcə onun salamını almır. Bunun üzərinə yaşlı adam sakit və cəsarətli şəkildə Kur'an'dan bir ayəni xatırladır və deyir ki, Allah Subhanahu və Teala Nisa surəsi 86-cı ayətdə buyurur ki, biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya verilən salamı olduğu kimi qaytarın. Həqiqətən Allah hər şeyin haqq hesabını çəkəndir. O həmçinin Peyğəmbərin də salamı qaytarmağı əmr etdiyini bildirir. Bundan sonra xəlifə və aleykumussalam deyir. Və sonra xəlifə ibn Əbi Duada deyir ki, ona sual versin. Yaşlı adam buna qarşılıq olaraq belə deyir. Ey möminlərin əmri, mən məhbusam, əllərim bağlıdır və bizə su verilmədiyi üçün təyəmmüm etmişdim. Əmr edin əllərim açılsın, mənə su gətirilsin ki, dəstəmaz alım və namazımı qılım. Sonra nə soruşmaq istəyirsinizsə soruşun. Xəlifə buna icazə verir. Qandallar açılır, ona su gətirilir və o dəstəmaz alaraq namazını qılır. Namazını bitirdikdən sonra isə heç bir qorxu göstərmədən belə deyir. Sual vermək mənim haqqımdır. Mən soruşacağam, o isə cavab versin. Bundan sonra o, üzünü İbn Əbi Duada tutaraq soruşur. İnsanları çağırdığınız bu fikrə Allahın elçisi Muhammed sallallahu aleyhi və səlləm çağırmışdımı? Cavab xeyr olur. Sonra o yenə soruşur. Buna Əbu Bəkir Əs-Siddiq, Ömər ibn Əl-Xəttab, Osman ibn Affan və ya Əli ibn Əbi Talib çağırmışdımı? Hər dəfə cavab yenə xeyr olur. Bunun üzərinə yaşlı adam güclü bir məntiq ortaya qoyur və deyir ki, əgər Peyğəmbər və Raşid xəlifələr bu məsələni bilirdilərsə və danışmadılarsa, onda onların sustuğu yerdə bizim də susmağımız lazımdır. Əgər desən ki, onlar bunu bilirdilər, lakin açıqlamadılar və sustular, o halda onların sustuğu yerdə həm sənin, həm də mənim susmağımız lazımdır. Yox, əgər desən ki, onlar bunu bilmirdilər, amma biz bildik, onda, ey cahil oğlu cahil, Peyğəmbər və sahabələrin bilmədiyi bir şeyi siz və sizin kimilər mi bilmiş olursunuz? Necə olur ki, siz onların bilmədiyi bir şeyi bildiyinizi iddia edirsiniz? Xəlifə bu sözləri eşidəndə onun məntiqindən təsirlənir və onun doğru danışdığını anlayır. Sonra əmr edir ki, bu adama dolanışığı üçün bir qədər mal verilsin və o bu şəhərdən çıxarılsın. Bu hadisə İslam tarixində haqqın müdafiəsinin gözəl nümunələrindəndir. Bu yaşlı insan təzyiq və qorxu mühitində belə haqqı qorxmadan söyləmişdir. Bu isə göstərir ki, tarix boyu haqqı müdafiə edən insanlar həmişə olmuşdur. Bəzən onlar böyük alimlər olmuşdur. Bəzən isə sadə, lakin imanlı və cəsarətli insanlar. Onların arasında gənclər də olmuşdur, yaşlılar da, lakin hamısını birləşdirən xüsusiyyət haqqı qorxmadan demələri olmuşdur. Nə xoş o insanların halı ki, təzyiq və məcburiyyət altında belə haqqı müdafiə etməkdən çəkinmir və Allahın dinini qorumaq üçün cəsarətlə sözlərini söyləyirlər. Uca Allah bizləri də haqqı çəkinmədən müdafiə edən qullarından etsin. Allahumma amin.